Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərim sırf bizim müəyyən suallara açıqlama vermək üçün Nargiz xanım xoş gəlib. Bakıdan sırf bizim bu çəkilişə aydınlıq gətirmək üçün gəlibdir. Deməli, əsas səbəbləri özü inşallah deyər ki, nə suallar var, nə cavablar var biz tərəfdən. Buyurun. Təşəkkür edirəm ki, mənim həkkimə dəymədiniz, belə deyək, bu videonun çəkilməsində, əksəyə gəlməsində mənə kömək olursunuz. Çünki şəxsən mənim TikTok hesabımda mənə istər direktdə, istər şərh bölməsində çox sayda suallar gəlir ki, yaxşı Nərgiz xanım, əla, gözəl belə bir yarış var, bəs yaxşı bu yarışın məqsədi nədir? Məsələn, Eldəniz bəy bu yarışı təşkil edir. Sizin burada qazancınız nədir Eldəniz bəy? Mənə maraqlı deyil, amma izləyicilərə maraqlıdır. Bəli. Burada mənim dəyərli qardaşım, Ramin qardaşım, Allah canına sağlıq versin. Müəyyən qardaşlarımız var ki, biz bir yerdə inşallah Allah halal yolla əziyyət çəkib pul qazanların hər birini ruzisini versin və bərəkətini versin. Biz bu günlərin əsas bu oyuna təşrif vurmamız nədir? Bizdən aldığınız maşın bazar qiymətindən həm ucuz olur, həm də ki, sizdən qazandığımız o 200 manatın, 100 manatını biz siz bilmədən sizin özünüzə hədiyyə olaraq 100 manat kupon daxilində özünüzə qaytarıb və yazıb sizə hədiyyə verir. Bu o deməkdir ki, 500 dənə kuponumuz satışa çıxıbdır da bu günlərin 500 dənə kupon verməliyik. Müəyyən qohumlarımız var ki, istəyir ki, o da bu oyunda daxil olsun. Məsələn, maşını var, oyunda oynamaq istəyir. Onda isə yaxınlaşıb 100 manatdan bizim salonda əldə edə bilərlər. Yəni bu fürsət harda var? Heç yerdə. Həqiqətən də hər zaman olduğu kimi Gəncəlilər bir ilkə imza atır və möhtəşəm bir yarış keçirdir. Və yarışın əsas özəlliyi ondan ibarətdir ki, bu yarışda cəmi 500 bilet oynanır. Hansı ki, digər loteriyalarda siz bilirsiniz ki, 10 min, 20 min, hətta daha çox biletlər oynanır. Bu isə o deməkdir ki, sizin qalib olmaq şansınız minimuma enir. Amma 500 nəfərin içərisində sizin qalib olmaq şansınız daha çoxdur. Üstəlik, 25 nəfərə tam 200 manat dəyərində pul mükafatı veriləcək. Bəli. Bu günlərin deməli 24 maydır bu günlərin. Bəli, biz 5 maydan bu kampaniyanı başlamışıq və hər zaman deyirik ki, Gəncə şəhərində ən ucuz maşınlar bizdə. Bəli, bu sözü deyib də və arxasında dururuq. Sən fikirləşmə ki, bu maşının pulunu hansısa müştəri alanda biz ondan çıxırıq. Xeyr, biz həm ucuz qiymətə maşını deyirik və üstündə sizə hədiyyə veririk. İnşallah bir nəfər də sahib olar, 500 dənə kuponumuzun 153 satılıbdır, qalan isə sizi gözləyir. Pulla da əldə edə bilərsiniz, maşınla da əldə edə bilərsiniz. Bax elə məsələn, reklam alası reklam, bir dənə zəhmət olmasa. 2018-in Malibusu bu günlərin bizi tərəfdən udarsız, vuruqsuz 16.000 manat. 15.800 gəl apar. 15.800 manat 2018-in Malibusu var. Hələ başqa maşınları vaxtımız yoxdur deyə bilmirəm. Çox sağ olun Nərgiz xanım. Hələ gəlsəz, biraz da endirim olunar, 100% bunu sizə deyirəm. Bəli. Və siz düşünməyin ki, 500 bilet, 500-ü 100-ə vuranda neçə eləyir, nə bilim, nə olur, siz onu neyinirsiniz? Siz düşünün ki, 100 manat verib bilet alırsınız və Range Rover qazanırsınız. O da 50-50. Öpürəm hər birinizi gözləyirəm. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı. Təbii ki, salonumuz bu günlərim daha da böyüdür. Əziz dostlarım, burada olan dostlarımızın maşını da bu oyuna qarşıdır. Demək olar ki, hər hansı bir maşın bizim salondadsa da o da bu oyuna qarşıdır və gördüyünüz kimi salonumuz inşallah daha da böyüyür. Hər birinizi gözləyirəm. Öpürəm sizləri. Var olun. Əlaqə saxlamaq üçün. Siz gəlin və maşın sürmək istəyin. Eldəniz bəy sizə hər cür şərait yaradacaq. Bəli, təbii ki. Əlaqə nömrə profildə varımızdır 077 735 28 88 bağla get.